Şəkərli diabet xəstələri üçün nəzərdə tutulan bir sıra dərmanlar estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadə olunur. Bu da insan orqanizmi üçün olduqca təhlükəlidir. Həmin preparatların sosial şəbəkələrdə, gözəllik salonlarında, hətta ev şəraitində belə resepsiz satıldığı iddia edilir. Araşdırmalara görə bu dərmanlar Almaniyada 1000-1600 manat, Azərbaycanda isə 3000 manata qədər təklif olunur. Bu cür həblər kosmetoloqlar, influencerlər tərəfindən də reklam olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dərmanlar yalnız həkim tərəfindən yazılmalıdır. Əks halda istifadəçilərdə yan təsirlərə, hətta ciddi fəsadlara yol aça bilər. Onlara veriləcək yan təsirlər nədir? Mədə-bağırsaq sistemindən qaynaqlı yan təsirlər ola bilər. Bulantı, qusma, ishal, mədə-alt vəzinin iltihabı durumları ola bilər. Bəzən ola bilər, hətta böyrək üzərinə ciddi təsirlər ola bilər, qaraciyər üzərinə ciddi təsirlər ola bilər. Bəzən şəkər həddindən artıq aşağı salıb ciddi komaya qədər gətirib çıxarda bilər. Ona görə də mütləq şəkildə həkim tərəfindən müayinə olunmalıdır, lazım olan analizlər istənilməlidir, ondan sonra bu dərman preparatları təyin olunmalıdır. Məsələ ilə bağlı analitik ekspertiza mərkəzindən bildirildi ki, bu kimi dərman vasitəsinin dövlət qeydiyyatı olmadığına görə ölkəyə idxal edilmir. Respublikada satışa icazə verilən, dövlət qeydiyyatında olan dərman vasitələri seriya, satışa rəsmi icazə və ya satışa qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar analitik ekspertiza mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilir. Sahibkarlıq sayəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiq edici sənədlərlə birgə dövlət və yerli özünü idarə etmə orqanlarından, media və vətəndaşlardan daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandan kənar yoxlamaların keçirilməsi üçün qərar qəbul edilir. Analitik ekspertiza mərkəzindən o da diqqətə çatdırıldı ki, sosial şəbəkələrdə reklam olunan və ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsindən müalicə növündən zərər görən şikayətçinin hüquq mühafizə orqanına müraciət etməsi məqsədə müvafiq hesab olunur.